Yəni kim deyir yaxşı deyil demək, amma dəlil olmalı da. Elə bir şey yoxdur. Sual təşəri ilə. Deyir, qardaş deyir ki, əqiqin varsa, qurban kəsə bilməzsəndir. Yəni, bu da bir dəlil yoxdur. Yəni, ümumiyyətlə, əqiq belə bir məsələdir ki, İbn-i Qayyim Rahmanullah deyir ki, mühüm olduğu üçün hətta o insan borc götürə bilər. Pulu olmayan insan borc götürə bilər. Əqiqə, niyə? Çünki hədisdə də gəlir ki, Peyğəmbər s.ə.v buyurur ki, Kullu mevludin murtəhənun bi aqiqatihi. Hər doğulan uşaq aqiqasının gürovudur. Elə bil ki, yəni izahında gəlir ki, uşaq şeytanın boyunduruğundadır. Sən onu kəsəndən sonra elə ki, azad olur. Ona görə nə qədər tez kəsilərsə, o qədər yaxşıdır. Amma o ki, qaldı Qurban bayramı. Qurban bayramı elədir ki, ildə bir dəfə olur. Sən onu ötürdünsə, bir aydan sonra kəsə bilmirsən. Ona görə həmişə belə məsələlərdə alimlər qaydalar gətirir ki, Əl-cəmru beynəl-hüsnəyin, iki gözəl şeyi cəm eləmək. Əgər sən burada əyi kəssən, Qurban bayramını ötürürsən. Amma sən Qurban bayramında qurban kəssən, ola bilsin bir 10 gündən sonra imkan düşər, əqiqi də, aqiqanı da kəsə bilərsən. Və buna görə də artıq sən həm udhiyəni, Qurban bayramında olan qurbanı və eyni zamanda da aqiqanı cəm etmiş olursan. Ona görə belə şeylər gəlib baxmışsın. Bəzi məsələn olur, indi burada olur, Mədinədə çox vaxt cənazə namazı olur da, cənazə namazı. Fərzdən sonra dərhal cənazə namazı qılınır. Və bəzi insanlar var, qalxıb dərhal sünnə qılırlar. Sünnə elədik ki, sünnəni bir 10 dəqiqədə sonra qıla bilərsən, yarım saatda sonra qıla bilərsən. Amma sən qılan vaxtı cənazə qılındısa, sən cənazəni ötürürsən. Ona görə yaxşıysan gözləyəsən, həm cənazənin savabını əldə edəsən, həmçinin sonra sünnəni də, ratibə sünnəni də əldə edənlərdən olarsan. Bəli. Aqiqanın hökmü qardaş soruşur. Aqiqa. İxtilaf var. Amma daha yaxın olan inşallah hökmü vacibdir. Əmr gəlir. Əmr gəldiyi üçün aqiqa qurbanın kəsilməsi nədir? Vacibdir. Oğlan uşağı üçün 2 qoç, 2 qoyun, qız uşağı üçün 1 dənə və insan özü üçün də kəsə bilər, əgər kəsilməyibsə. Özü üçün? Peyğəmbər s.ə.v Şeyh Alban Rəhman hədisi gətirir ki, Peyğəmbər s.ə.v özü üçün kəsib. Amma özü üçün kəsməsi vacib deyil. Yaxşıdır, amma uşaq üçün kəsilmək isə nədir? Atanın üzərində vacibdir. Ona görə inşallah gələn dəfələrə əqidə bəli, 2 dənə də, oğlana 2 dənə. 2 dənə geçərsə var da, 2 dənə. Hətta İbn-i Qayyim Rəhməllah deyir ki, dana da kəssən, 2 dənə kəsməlisən.